Rəqəmsal dünyanın sərhədləri genişlədikcə, insanın yaddaşı, qavrayışı və ətraf mühitlə əlaqəsi də dəyişir. Milli Xalça Muzeyində açılan təbii zəka sərgisi məhz bu prosesi incəsənətin dili ilə təqdim edir. Sabina xanım uzun illərdir tədrislər deyir art istiqamətində və gənclərlə işləyir və Ateşxabda da gənc rəssamlar, kuratorlar, menecerləri öz ətrafında toplayıb və biz artıq öz yaradıcılığımızla məşğuluq və sərgilər təşkil edirik. Bu sərgi isə Azad Mirzəcanzadə adına inkişaf proqramının qalibi olub. Müasir incəsənətin müxtəlif istiqamətlərinin vahid konseptual çərçivədə təqdim olunduğu ekspozisiyada fərqli bədii yanaşmalar sərgilənir. Sərgidə 5 rəssamın instalyasiya, nano-video art və performans əsərləri nümayiş olunur. Layihə rəqəmsal mühitin, texnologiyanın və ekoloji dəyişikliklərin insan düşüncəsinə təsirini araşdırır. Sərgidə öz 5 dənə bitki kompozisiyamdan iştirak edirəm. Deməli, bunların hamısı canlı bitkilər, mis metal maddəsi və eyni zamanda ağac kötüklərindən bir yerdə ümumi bir kompozisiya qurmuşam. Mən burada əslində o mesajı vermək istəyirəm ki, bizim keçmişimiz, indikimiz və gələcəyimiz əslində təbiətdən qaynaqlanır. Əsasən mis materialı bizdə elektrik şəbəkələrinin quraşdırılmasında, süni zəkada, bütün databazaların əslində databazaların yığılmasında əsas metal sayılır. Ekspozisiyada Azərbaycan xalçası, yaddaşın, simvolların və mədəni kodların qoruyucusu kimi mühüm əhəmiyyət daşıyır. Sərgi eyni zamanda elm və incəsənətin qarşılıqlı əlaqəsini və insanın təbiət, texnologiya və mədəni irslə münasibətini ön plana çıxarır. Görünməz iplər əsərimlə üçlü proyeksiya ilə iştirak edirəm. Burada bir xalq inancı, bir fəlsəfəni əslində ilhamlanaraq yola çıxmışam. Görünməz iplər insanlar arasında bildiyimiz kimi, yəni görünməz iplərlə bir-birinə bağlıdır və bu insan taleyində nə qədər çəkməkeşli bir yol olsa da bu iplər qırılmır heç vaxt və görünməz iplərə çevrilir. Yol nə vaxtsa birləşəcək və biz həyatımızda hər hansı bir baş verən hadisənin təsadüf olmadığını biz burada görürük. Bu ulduz sistemin ətrafında 10 egzoplanet var və izləyici həmin ulduzun perspektivindən ətrafında olan egzoplanetləri görə bilər və həmçinin bu ekspozisiya olan 5 əsər bu oktyabrda ayın cənub polusunda olacaq, cənub güşəsində olacaq. Və bu ekspozisiya orada gələcəkdə olan muzeyin ekspozisiyasını yaradır. Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Yaradıcı Mərkəzin dəstəyi ilə keçirilən təbii zəka sərgisi iyunun 14-ədək ziyarətçilər üçün açıq olacaq. Arzu Yusif, Fariz Şıxalizadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.